Vətənə xidmət etmək, bir ömür boyu vətənin keşiyində dayanmaq ordu sıralarında xidmət edən hər kəsin borcudur. Lakin Azərbaycan ordusunda xidmət edən hər bir əsgər, zabit buna borc olaraq baxmır. Çünki onların hər biri bunu sevərək, istəyərək edirlər. Vətənin keşiyində dayanıb adını tarixə qızıl hərflərlə yazdıran igidlərimizdən biri də şəhid Nəsirov Ülvi Əsədullah oğludur. Ülvi 2000-ci il may ayının 15-də Saatlı rayonu Qaranuru kəndində anadan olmuşdur. Rasim Səfərov adına Qaranuru kənd orta məktəbində təhsil almağa başlayan Ülvi, hələ uşaqlığından müəllimlərinə Qarabağ haqqında suallar verər, düşmənin oranı niyə işğal etdiyini soruşarmış. Hər dəfə elə təkidlə sual verər, elə maraqla qulaq asardı ki, hər xırda detalı belə ona danışmağa çalışardım deyə müəllimləri Ülvünü xatırlayır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ülvi, burada hərbiçi həyatına aşiq olur. Hərbi formanı üzərinə geyindiyi ilk andan bir daha bu formanı çıxartmaq istəmədiyini anlayan Ülvi, elə xidmət dövründə kiçik gizir kimi xidmət etmək üçün müraciət edir. Hərbi xidməti bitirdikdən sonra müvafiq kursları keçərək kiçik gizir rütbəsini alır. İkinci Qarabağ müharibəsində də iştirak edən Ülvi, əfsanəvi döyüş yolu keçir. Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusilə fərqlənən Ülvi dəfələrlə düşmənlə üz-üzə qalır. Azərbaycan sərhəd qoşunlarının çevik hərəkət qüvvələrinin kiçik giziri Ülvi Nəsirov 13 sentyabr 2022-ci ildə Zəngilan rayonunda Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olur. Ölümündən sonra vətən uğrunda və Azərbaycan bayrağı orden ilə təltif edilir. Şəhid Nəsirov Ülvi Əsədullah oğlu Saatlı rayonu Qaranuru kənd qəbirstanlığında dəfn edilir.